yerdən isindir, yoxsa mənə elə gəlir? Sən elə deyəndə mən özümü yemək kimi hiss elədim. Ah, bilirsən, bu qarışqalar yaxından adama oxşayırlar. Hə, orada bir şəhərə oxşayır. Ey, bəzən elə hiss eləyirsən ki, sanki səni izləyirlər. Buster, sən dəli olmasan. Hamı qarışqıya oxşayır. Mən də baxım. Bağışla, ama xırda pulum qutardı. Amma qarışqa adamları görə bilmədim. Qarışqa adam olmur, Divi. Yuxarıdan baxdığımıza görə onlar qarışqa kimi görünürlər. Amma onlar qarışqa adamlardı. Onlar böyükdülər, güclüdülər, sevimlidilər. Oradakılar zandapotdur. Buradan zandapot kimi görünürlər. Amma onlar sadəcə insandır. Kolleksiyamı görmək istəyirsən? Artur'un qarışqaları. Artur! Elmin əsasları. Bütün elm adamlarının 5 oxşar cəhəti var. Səbir, diqqət, maraq, cəhd, əmək. Bu sözləri birləşdirəndə sizcə hansı mənalı söz alınır? Hansı söz? İstedad! Düzdür. Elm adamlarının qiymətini başa düşmək üçün əla sözdür. Məsələn, Galileo Galilei. O, Pisa külləsindən aşağı yüzlərlə top atıb. Ölçüləri fərqlidir, amma hamısı eyni vaxta düşür. Bu bütün topların hamısının eyni vaxtda 100 dənə də gətirin. Ama siz orada... Yaxşı, senyor, necə istəyirsiniz? Ay... Bu 30 ilin görüntüsüdür, amma məni hələ də birinci baxdığım kimi təsirləndirir uşaqlar. Elmin 5 özülünə əsas tutub, nəsə bir iş hazırlayan hər kəsə artıq xal verəcəm. 4 həftə